olsun. Yeni bir sayt yaranıb, eşitdik. Deyəsən bir yaş olacaq. Bəli, bir yaş olacaq. Və saytın yaranma səbəbi Fəaliyyət. hansı funksiyalarıyla? Deməli, Arahidi Az saytının bir il fəaliyyəti tamam olur və bir il, bir yaşı qeyd olunur. Bəli. Arahidi Az sayti Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edən bir saytdır. Və bizim komandamız 15 nəfərdən ibarətdir. Hər bir komandanın əməkdaşlarına, saytımızın əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Təbii ki, Arahidi Az saytının rəhbəri mənəm. Baş redaktorumuz da Nuranə xanımdır. Təbii ki, Nuranə xanımla biz çiyin-çiyinə xidmət apararaq Arahidi Az saytını da çalışırıq və bizim saytımız Avropa ölkələrində də fəaliyyət göstərir. Avropa ölkələrində də bizim rəsmi nümayəndələrimiz vardır. Arahidi Az saytı olaraq bunu da fəxrlə söyləmək olar ki, mən beynəlxalq hüquq eksperti olaraq, üzrə fəlsəfə doktoru olaraq Avropa parlamentində də, Avropa İnsan Haqları Məhkəməsində də və AŞPA-da da Azərbaycan dövlətimizi müdafiə edən bir sayt olaraq, bir rəhbər olaraq mən İsmail Zalov əlimdən gələni əsirgəmirəm. Bir sualım var İsmail. Burada sırf Azərbaycanla bağlı saytda, Azərbaycanla bağlı xəbərlərdir, yoxsa həm İsrail-Azərbaycan dostluğu yenə var? Bilirsiniz nətərdir? Bizdə Siz gördüyünüz bütün bizdə işlərdə İsrail-Azərbaycan dostluğu müvəffəqdir. Mənim Azərbaycan dövlətim hansı dövlətlə dostdursa, qardaşdırsa, biz də o dövlətlə də dost və qardaş qalırıq. İsrail dövləti də bizim dostumuzdur, qardaşımızdır. Təbii ki, İsrail dövlətində də Arahidi Az saytının nümayəndəliyi vardır və nümayəndəliyin rəhbəri də vardır və fəaliyyətini də göstərir. Bilirsiniz nətərdir? Arahidi Az saytının məqsədi, məramı vətəndaşına və xalqına xidmət etməkdir. Dırnaq arasında olaraq bəzi saytlar kimi deyirik, rekit saytı deyirik. Biz şantajla pul əldə qazanc etmək niyyətimiz yoxdur və bu işlərə də biz mübarizə aparırıq. Bu saxta rekit jurnalistlərlə də bağlı olaraq və biz hüquq mühafizə orqanlarına öz təşəkkürümüzü bildiririk ki, hər bir zaman Azərbaycan dövlətinin, xalqının yanındadır. Bunu unutmalı deyirik ki, biz vətəndaşlar nə etmişik dövlət üçün? Bu sualı vermək lazımdır öz-özümüzə. Ancaq hüquq mühafizə orqanlarının əməkdaşları gecə-gündüz xalqına, millətinə